Məndən qabaq ustad zay gününə qoy ver divara. Mən səni alladıb sənin pulunu alan mənim, insanıq. Sabah hər gün üz-üzə gəlik. Bax metrə ilə ölçəcəm. Nə gəlsə onun pulunu alacağım səndən. Hələ valla nə bacarıram, bir-iki şey də var, onu sağ pulsuz eləyəcəm. Bax qoy işimiz axıra yaxın gəlsin, çatsın. Bax oranı görürsən, orada da sağ bir tualet tikəcəm, heç pulunu almayacağam. Elə qoy o da məndən sağ pay olsun. Keçən səfərdə mənə Sibrizdən zəng ediblər ki, usta, gəl çatır. Bəs buranın prarafının sənin gördüyün işdən xoşu gəlir. Dedim, mənə lazımdır. Elə Novanın işini görsən, mənə milyon dəfə bəsdir. Usta, deyirəm bu divarın qıraqlarında da led işıqlar çəkək, hə, nə deyirsən? Baş oğlu, artıq rasvot deyil, onu niyə edirsən? Usta, bacarmırsansa deyirəm başqa usta çağırım, o çəksin də. Mən bacarıram, artıq rasvotdur, sən onu niyə edirsən? Usta, bax bu nədir? Mən səninlə belə danışmamışım, bax. Hər yer dağılıb tökülür, bu nədir? Nə iş görürsən? Mən sənin işini yaxşı görürəm, sənin materialın keyfiyyətsizdir. İndi özümdən də bir kişiyə gətirib düz qoş eləyəcəm, heç çox xərcin çıxmasın. Narahat olma, adam var burada deyil, məni soruş, deyiləm Marif usta, adam var işini görmüşəm, 1 manat pulunu almamışam. Al usta, al, qoy cibinə, billəmə ehtiyacım var. Allah köməyində olsun, savaq dilə rayına yaşa gedəcəm. Usta, sən bilirəm ki, yasazada gedəndə özən gedib araq alıb içəcəksən. Amma sən Allah savaqda zada gəl buranın soğan azada başlayıb da bir həftə, bir ay yoxa çıxmasan Allah. Yaxşı, qoy sıvaq qurusun gələcəm. Heç buranın da boyun vuracam, səndən pul almayacam.